Salam uşaqlar, siz kanal Elif Seyfullayev'da. Ben bugün bir serial seçtim. Serialın adı Məktəblərin Pis Xətası. Başlayırıq. Məktəbə gedəlim. Ay ana, 5 dəqiqə sonra dururam. Ne olur, mənim yuxum gəlir. Yox qızım, indi, tez dur, məktəbə gecikirsən. Tez, səni məktəbə getməyə lazımdır. Saçımı belə yıxım, bir günlük qalsın. Sən də saçını açıq qoyma. Mütləq, get saçını yığ. Yaxşı ana, yığdım saçımı. Gedə bilərəmmi? Get. Amma birinci yemək ye. Yemək. Yaxşı ana, yedim qurtardım. Gedə bilərəmmi? İndi gedə bilərsən. Çantanı götürmək yadından çıxartma. Və səni pis qiymət alan görsəm, səni danlayacağam. Yaxşı ana, pis qiymət almayacağam. Sənə deyirəm, söz verirəm. Mən pis qiymət almayacağam və məktəbdə yaxşı çalışacağam. Narahat olma. Yaxşı qızım, sənə güvənirəm. Gecikirsən. Yaxşı ana, mən qaçdım. Ay, bugün nə çətin gün idi. Of, avtobus da məni gecikdirdi. 15 dəqiqə gecikdim. Tez, məktəbə. Zəng vuruldu. Birimiz dərs qutardı ki, gedim ikinci dərsə. İnci, niyə dərsə gecikirsən? Bu ikinci dərsdir. Niyə sən birinci dərs gəlməmişdin? Məni avtobus gecikdirdi. Avtobusu mən 15 dəqiqə gözləmişəm. Sonra 15 dəqiqə sonra gəlmədi. Yarım saat gözlədim. 45 dəqiqə. Birinci dərs tamam olduğuna görə sonra gələ bilmişəm. Avtobus o vaxt çatdı. Tənəffüs qutarandan sonra mən bura çatmışam. Mənim problemim deyil. Yaxşı, başa düşdüm səni. Otur. Yox, oturma. Dur, dərs danış. Nə vermişdim evə? Hamısını danış. Necə yəni müəllimə? Siz keçən dəfə bizə dərs vermədiniz. Biz mövzunun üstündə qalmışdıq. Bizdən hamımızdan soruşdunuz. Dedik ki, heç nə sizə vermirəm. Nəyə görə? Siz heç nə verməmişsiniz. Dedik ki, mən sizə heç nə vermirəm. Boş durun. Şimdi taxmım gözümə. Nə? Mən sizə keçən dəfə mövzu 23'ü vermişdim. Nəyə? Niyə? Nəyə görə sən öyrənməmişsən? Nuraydan soruş. Nuray, keçən dəfə müəllimə dərsi vermişdi mi? Yox, dərs verməmişdi. Yadıma düşdüm. Siz axı 4-cü sinifsiz, elə bildim 5-ci sinifsiz. Heç nə verməmişdim. Otur. Rahatlandım. Hay, Nuray, çox sağ ol dediyinə görə. Həm də sən düz seçirdin. Müəllimə bizə heç nə verməmişdi. Dedi ki, mən sizə heç nə vermirəm. Boş olun. Mən 2 alsaydım, məni anam evdə döyəcəkdi. Döyəcəkdi yox, danlayacaqdı. Ona görə çox sağ ol dediyinə görə. Değməz,
Sən narahat olma. Mən sənə həmişə köməyimə çataram. Mən sənə çatan anlamda həmişə sənə kömək edərəm. Çox sağ ol Nuray. Sən mənim ən yaxın dostumsan. Bilirəm. Nuray, bəlkə axşam gedək gəzməyə. Olarmı? Saat 6-nın yarısına hazırlaş, istəyirsənsə. Yaxşı, gəlirəm 6-nın yarısına. Harda görüşək? Görüşərik. Həyətimizin qabağında. Biz axı eyni mənzillərdə yaşayırıq, eyni yerdə. Sadəcə fərqli evlərdə. Amma eyni mənzildə. Həyətdə görüşərik, həyətdə gəzərik. Çıxarıq ağaclığa, çəmənliyə, orada gəzərik, danışarıq. Tamam Nuru, tamam indi. Gələrəm. 6-nın yarısı ya da 6-ya qalmış 5-10 dəqiqə. Yaxşı, problem deyil. Ay, şükür Allah, dərslər bitdi. Heç birindən də pis qiymət almadım. Çox sevincliyəm. Gedim evə. Avtobus görəsən nə vaxt çatır? Avtobus çatdı. Avtobus. Burada qız var. Gələk dayanım. Qapı açıqdır. Qapı açılsın. Ay şükürallah, gəldim. Qaçdıq. Şükürallah, evə çatdım. Qızım, salam. Pis qiymət aldınmı məktəbdən? Yox, ana. Almamışam pis qiymət. İstəyirsənsə, gündəliyimə bax. Baxıram. Heç bir qiymət almamışsan. Bir də dənə 5 almışsan. Yaxşı qızım, afərin. Çox sağ olun sana. Mən yarım saat sonra getməliyim Nurayla görüşməyə. Bizim həyətimizdə. Olarmı ana? Əlbəttə olar. Niyə olmaz? Sən axı 5 aldın. Sənə icazə verirəm. Çox sağ ol ana. İndi tez əynimi geyinib, üstümü dəyişdirib gedəcəm. Yaxşı qızım, sağ salamat. Sağ ol. Həyətdəyim. Nuray zəng eləyim. Ay Nuray, hardasan? Mən səni həyətdə gözləyirəm. Burada 15 dəqiqə gözləmişəm səni. Ay İnci, mən bir yarım saata çıxacam. Sən məni çöldə gözlə, zəhmət olmasa yarım saat istəyirsənsə ya da evə qalx. Nə? Nuray, sən məndən məzələnirsən. Ondan sonra deyərdin ki, saat 6-da gələrdin də. Mən də saat 6-da gələrdim də. 6-nın yarısı mən sənə dedim, sən dedin yaxşı. Bu nə deməkdir? Sən mənim ən yaxın dostumsan. Sən məndən niyə belə davranırsan? Axı, mən sənə dedim 6-nın yarısı, sən də deyirsən 6-da. Sən dedin ki, yaxşı 6-nın yarısına gələcəm, ya da 6-ya qalmış bir 5-10 dəqiqə, yaxşı bunu qəbul elədim. 6 nədir? Yarım saat mən burada sənə belə bir dam küləkli havada mən sənə çöldə gözləməliyəm. Bu nə deməkdir? Ədalətsizlik. Demək ki, sən mənim ən yaxın dostum deyilsən. Getdin sən mənim blokuma. Sənə da danışmayacağım səninlə. Nə? İnci, mənə bağışdan. Nə olar? Bağışlamayacağım. Çünki sən məni aldatdın. Sən deyərdin ki, saat 6-da. Mən də saat 6-da da gələrdim də. Niyə mən saat 6-nın yarısı belə soyuq havada mən niyə çölə çıxım ki? Yaxşı, get. Sağ salamat. Sən mənim daha ən yaxın dostum deyilsən. Get. Elə də yaxşı gedərəm. Get buradan. Pis dost. Özüm üçün burada tək gəzərəm. Mənə o lazım deyil. Mənə əsas təhsilim vacibdir. Mənə o vacib deyil. Mənə ən yaxşısı özüm vacibdir. Özümü sevməyə, başqa heç kimi sevməli deyiləm.
anamdan, atamdan başqa və mənim xalam, bibim, dayım. Daha heç kimi sevməli deyiləm və özüm. Bu qədər. Bitti. Yarım saat geciksəydim nə olardı ki? Əlimi giyinməliydim, əlimi yumalıydım. Bir daha hazır 5-10 dəqiqəlik, 15 dəqiqəlik getməliydim də. Nə olacaqdı ki? Qoy zənciliyim deyin. Ay, Nuray zəncili, yaxşı görüm nə deyir? Hə, Nuray, nə deyirsən? Ay, indi sənə deyəcəkdim ki, mənə 5-10 dəqiqəlik hazırlığa keçmək lazım idi ki, mən öz testlərimin cavabını götürüm. Onu da yoxlayacaqdım 2 dəqiqəyə. Ona görə mən deyirəm ki, yarım saata və 15 dəqiqədə mən əynimi geyinəcəm, saçımı yığacam və qapıdan çıxacam həyətə. Ona görə. Hə, inandım. Sonra saat 7-nin yarısı gələn insan sənsən də. Ona görə mən sənə bilirəm də, sən həmişə yarım saat gecikirsən. Mən səndən bir dəfə görüşəndə, bugün nəzərdə tutmuram. Keçən dəfə səndən görüşəndə görmədin. Dedin ki, mən dedim saat 6-ın yarısı, dedin ki, yox, saat 6-da gələrəm. Mən də 6-da gəldim. Sən gəlmədin, saat 7-nin yarısı gəldin. Bu nə deməkdir? Ədalətsizlik deməkdir bu, əlbəttə ki. Demək ki, sən məni satdın da. Satdın kimisə başqa dostlarına, nə bilim, başqa sinif yoldaşlarına. Yox, indi sən nə deyirsən? Mən bir dənə 5-10 dəqiqəlik hazırlığa getməliydim. Maksimum olar 15 dəqiqə. Sən niyə belə deyirsən? Çünki bilirəm ki, sən həmişə yarım saat gecikirsən. Sən çox deyərdin ki, saat 6-da, mən gələrdim 6-da. Amma bilirəm ki, sən həmişə yarım saat gecikirsən. 7-nin yarısıydım, saat 7-də gələcəkdim. Onun üçün mən həmişə yarım saat tez gəlirəm də. Yarımçıq adı boyutdu. Ya, sabah özür istəyərəm. Dosta bax. Heç də mənə heç vaxt dost olmaz. Qızım, nə olubdu sənə? Ana, məni Nuray satdı. Nuray'a demişdim ki, saat 6'nın yarısı gəl, həyətdə görüşək. Amma o dedi ki, mən saat 6-da gələcəm. Bu ədalətsizlikdir. Dedi ki, mən 15 dəqiqədən hazırda yoldaşlarımla salamlaşacağım, eləyəcəm və testin cavablarını götürəcəm. Demək ki, o məni satdı. Kiməsə başqa dostlarına. Qızım, səni başa düşürəm. Bütün dostların, bütün sənin yaxın dostların səni aldadırlar. Ona görə sənin ən yaxın dostun mənəm və sənin atandır. Ona görə mən sənə həmişə deyirəm ki, sənin ən yaxın dostun yoxdur. Məni başa düşürsən? Hə ana, indi səni başa düşürəm. Ay, sabah məktəbə gedəcəm və tək oturacam. Gedim məktəbə. Dərs başladı. Nuray da o tərəfdə otur. Çox yaxşı. Tək oturaram. Öz partamda mənim. Hər şey, bütün əşyalarım tökənəm stoluma. Nə istəyirəm, onu da edərəm. İnci görəsən niyə belə edir? Uşaqlar, bununla da videomuz bitdi. Bu gözəl bir serial idi. Nuray məni satdı. Əslində həqiqi deyil, özümdən uydurdum. Yəni başa düşürsünüz, bütün seriallar belə uydurmadır. Və bu videoya like atmağı və abunə olmağı unutmayın. Bye bye.